Başladıq. 1 2 3. Hər kəsə salamlar. Uzun müddətdir ki, mənim videolarımın altına, köhnə videolarımın altına kommentlər ancaq niyə video paylaşmırsan deyə gəlir. Budur, video paylaşıram. Bəlkə də 2 ildən çoxdur video paylaşmıram və həyatımda çox şey dəyişib. Bu gün isə yeni bir xəbərlə video paylaşıram. Bu xəbəri demək üçün paylaşıram. Mən İtaliyada, Romada ingilis dili müəllimi işləyirəm. Həm ingilis dili, həm də iqtisadiyyatı ingilis dilində tədris edirəm. Nəticələrin çox yaxşı olduğunu görəndən sonra mən də Azərbaycanda artıq düşündüm ki, tələbələrim olsun. Niyə də yox? Niyə öz dövlətimin insanlarına, öz həmyerlilərimə də xeyrim dəyməsin? Və ona görə düşündüm ki, mən artıq onlayn şəkildə ingilis dili tədris eləməyə başlamışam. Azərbaycanlılara artıq bir neçə qrupum var və növbəti qruplar üçün də yazılmalar, qeydiyyatlar davam edir. Xüsusilə bu ay üçün, əlbəttə ki, bilirsiniz, Black Friday endirimləri var. Qara cümə endirimlərinə görə mən də endirim eləməyi düşündüm və istəsəz hal-hazırda yazıla bilərsiniz. İngilis dilinin hər halını keçirəm. Burada Romada əsasən Cambridge dərsi keçirəm. Azərbaycanlı tələbələrimə ümumi ingilis dili dərsi keçirəm, danışıq dərsləri keçirəm və doktoranturaya da hazırlaşdırıram. İstəsəz siz də mənə yaza bilərsiniz. Saatlıq dərslərimiz də var. Həftəlik, aylıq, yəni sizin istəklərinizə, ehtiyaclarınıza uyğun olaraq dərsləri seçə bilərik. Saatlıq, aylıq, həftəlik və nəyi öyrənmək istəyirsiniz, hansısa bir imtahana mı hazırlaşırsınız xüsusi ingilis dilində və yaxud da ki, ümumiyyətlə sırf maraq üçün öyrənmək istəyirsiniz, danışıq mı öyrənmək istəyirsiniz və yaxud da ki, xüsusilə deyək ki, yazma bacarığı istəyirsiniz. İstəsəz mənim WhatsApp nömrəmə və Instagramdan direktdən yazıb daha ətraflı məlumat ala bilərsiniz. Dərslər həm individual şəkildə, həm də qrup şəklində keçirilir. Mən ingilis dilimi təhsildə, işdə, İtaliyada, Amerikada, New Yorkda da yaşamışam. Bu ərazilərdə, bu sahələrdə istifadə etmişəm indiyənə qədər və ingilis dili bəlkə də nömrə 1 mənim bacarığımdır ki, onunla fəxr edirəm və çox yaxşı tədris edə bilirəm. Sizin hər hansı bir leveliniz varsa fərqi yoxdur. İstəyir lap A0 olun, yəni heç bir bilginiz yoxdur. Mən istənilən levelə, istənilən dil səviyyəsi üzrə dərs tədris edə bilirəm. İngilis dilini sürətli və maraqlı şəkildə tədris eləməyi xoşlayıram. Adətən praktiki daha çox xoşlayıram ki, insanlar çox danışsın, çox yazsın, həm qulaq assın, həm eşitsin. Yəni hər sahəni əhatə eləyir bütün dərslərim. Maraqlanırsınızsa, qeyd etdiyim kimi WhatsApp nömrəmə və Instagramdan direktə yaza bilərsiniz. Ətraflı məlumat üçün ödənişlər haqqında saatlıq, həftəlik, aylıq və sizin niyyətinizdən asılı olaraq nə öyrənmək istəyirsinizsə ödənişlər də buna əsasən dəyişir. Amma dediyim kimi Black Friday-yə görə çox dəhşət bir endirim edirəm. Yəni hər kəs ümumiyyətlə ingilis dilində, bu beynəlxalq dildirsə, bu dildə danışmağı bacarmalıdır. Çünki axır əvvəl sizin həyatınızda hardasa lazım olacaq və əgər ingilis dilini bilirsinizsə, bu sizi istədiyiniz yerlərə deyil, ağlınıza gəlməyəcək yerlərə də aparacaq. Yəni yaxşı mənada ingilis dili dünyada ən çox istifadə olunan dildir və bu dili öyrənmək, bu dildə danışa bilmək məncə gözəl bir privilegedir, gözəl bir üstünlükdür. Bugünkü dünyamızda artıq ingilis dilini bilmək minimumdur. Yəni istənilən bir sahədə, təhsil və yaxud da ki, iş sahəsində irəliləmək, uğurlar qazanmaq istəyirsinizsə, karyerada, akademik sahədə ingilis dilini bilmək minimum tələbdir. Artıq insanlar ingilis dilini bilirsən deyə soruşmurlar. Yəni birbaşa başlayırlar sizdən ingilis dilində danışmağa. Hətta Azərbaycanda da çox böyük inkişaf var. Mən görürəm, hər dəfə Azərbaycana gedəndə görürəm, insanlar ingilis dilini daha çox öyrənirlər və ingilis dilini bilən insan daha çoxdur. Bu məni sevindirir. Siz də ingilis dilini praktik və sürətli bir şəkildə öyrənmək istəyirsinizsə, mən sizə öz dərslərimi təklif edirəm. Mənim fokusum odur ki, insanlar ingilis dilini düzgün öyrənsinlər və danışıqda, danışanda tələffüz düzgün olsun. İnsanlar sözləri düzgün yerlərdə istifadə eləsinlər. Mən daha çox praktikaya üstünlük verirəm, amma sizin hər hansısa bir imtahanınız varsa, dediyim kimi Cambridge və yaxud da ki, doktorantura ingilis dilində hazırlayıram. Əsasən doktoranturaya fərdi hazırlayıram, amma istəsəz qruplar şəklində də dərs götürə bilərsiniz. Hər hansı xüsusi bir imtahana hazırlaşırsınızsa, mən sizə o imtahana hazırlaşmaq üçün asan üsullar deyəcəm ki, bu sizə kömək olacaq, daha asanlıqla öyrənə biləcəksiniz. İngilis dilini həm öyrənəcəksiniz, həm də praktikada, o testlərinizdə daha uğurlu
uğurlu olacaqsınız. Əsasən dediyim kimi Azərbaycanda doktorantura hazırlıqda ingilis dili öyrədirəm. Ümumi ingilis dili, danışıq ingilis dili və istənilən səviyyəyə tədris edirəm. Qısası, əgər ingilis dilini əyləncəli, maraqlı, sürətli və asan yolla öyrənmək istəyirsinizsə, mənə yaza bilərsiniz və mən sizə tədris etməkdən məmnun olaram. Burada paylaşıram. Niyə? Çünki məni izləyən insanlar məncə daha çox məktəb tələbələrdilər və onların o qədər gözəl kommentlər, siz o qədər gözəl kommentlər yazırsınız ki, mənim çox xoşuma gəlir və mən istəyirəm ki, siz ingilis dilini biləsiniz. Bilirəm ki, siz ingilis dilini öyrənsəz, bu sizi gələcəkdə çox gözəl yerlərə aparıb çıxaracaq. Necə ki, mən öz həyatımdan bilirəm. İngilis dili biliyim sayəsində mən də mastera gəldim, Avropada oxudum, bitirdim, məzun oldum. Gəlin sizdə dissertasiya. Video çəkmədiyim vaxtlarda neçə ildə çox şey baş verdi. Bu il yayda məzun oldum. Bu isə dissertasiya. Oy, tozda. Wow! Çox tozludur. Bu mənim dissertasiyamdır. Baxın. Magistratura, dissertasiyam. Magistraturadan tezisimi. Demək, defend nədir? Müdafiə elədim. Belə bir şey. Baxın. Müdafiə elədim və magistraturadan İtaliyada, Romada məzun oldum. Bəlkə də bir-iki dənə şəklimi də bura qoyaram, görərsiniz. Instagramdan da paylaşıram bu arada bu yayda. Bu arada bunun tozunu mən təmizləməliyəm. Və yaxınlarda da bir-üç həftəyə də diplomumu alacağım və masterla qutardım. İnşallah görək növbəti mərhələlər nədir? Wink wink. Wink nədir? Göz vurmaq. Wink wink. Çox da yaxşı göz vuram, whatever. Və başqa yaxşı, pis, up and down şeylər baş verdi həyatımda. İndi isə sizə motivasiya ilə ingilis dili tədris eləməyə hazıram ki, tədris edirəm və daha çox tələbəyə, daha çox insana ingilis dili öyrətməyə hazıram. Dediyim kimi, hər hansısa bir sualınız varsa və yaxud da xüsusilə nəyə öyrənmək istəyirsinizsə, onu mənə yaza bilərsiniz. Mən sizə tədris metodumu, vaxtları və qiymət barəsində yaza bilərəm və bu ay indirim var. Dəfələrlə dedim, unutmayın. Gəlin ingilis dilini bir yerdə öyrənək və mən sizin bu yolculuğunuzda, ingilis dili öyrənmə yolculuğunuzda bir rəhbər olmaqdan qürur duyarım. Özünüzə yaxşı baxın. Bye. Or İtalyanlar demiş. Ciao. Bu isə mənim yaşıllıqdan olan, bu İtaliyada məşhurdur. İtaliyada məzun olduqsa başınıza belə bir tac qoyulur. Lavloris yarpağı var, dəfnə yarpağı. Bu dəfnə yarpağından düzədir və arasına istəsəz güllər və yaxud da ki, xüsusi dekor qoya bilirsiniz. Bu indi çox tozludur, yəni başımda belə idi. Şəkilləri dediyim kimi buralara qoyacağım, görəcəksiniz.